Hər vaxtınız xeyirli olsun. Xırdalanında mərkəzi yola yaxın, məktəbə yaxın 3 otaqlı şəxsi həyət evi satışa çıxıbdır. Bura evin həyətidir. Göründüyü kimi pəncərələrinə də dəmir barmaqlar vurulub. Bütün pəncərələrinə dəmir barmaqlar vurulubdur. Ev göründüyü ki, bax belə bir navəsidir və sadəcə o navəsdə bir dənə lambirin vurmaq lazımdır. Qazı suyu işığı daimidir. Sayğacların hər biri var. Burada güləşmək üçün yer saxlanılıb, su sayğacı və evin bax bu yan tərəfindən də belə tərəfə də keçməyə yer var. Pəncərə də bura var ki, orada dəmir barmaqlar vurulubdur. Həyət də göründüyü kimi bax belə bir genişdir və buradan kalife qapıda amma darvaza qoyulsa həyətinə rahatlıqla maşın yerləşir. Ev kürsülüdür. Evə daxil olduqda bax bura belə bir otağı. Ev tam oturuşmuş bir evdir, yaşayışlı bir evdir. Kombi işlək vəziyyətdədir. Hal-hazırda da ev istidir. Bax Wi-Fi, yəni internet xətti var. Belə bir zal otağı, geniş bir otağı. Burada bir yataq otağı. Geniş bir belə bir otaq. Göründüyü ki, pəncərələrdə dəmir barmaqlılar var. Ev təmirlidir, döşəməsi taxtadır, lak vurulubdur. Yaşayışlı ev olub. Burada isə ikinci bir yataq otağı. Otaqlar genişdir. Və onun da burada isə mətbəxi yerləşir. Mətbəx mebelləri də, aksessuarlar da hər biri göründüyü kimi qoyulubdur. Burada isə hamam otağı yerləşir. Hər bir aksessuarları var. Və burada isə bax kombini də göstərim. Kombi də bax hal-hazırda işlək vəziyyətdədir. Və onu da qeyd edim ki, həyətdə bax bu hissədə göründüyü kimi dəmir reşotka vurulubdur ki, gələcəkdə isə də buranı da bağlamaq olar ki, hamam otağı da evin içərisində qalsın. Qeyd etdiyim kimi ev şəxsi evdir, sahibi tərəfindən satılır və real alıcıya qiymətində endirim olunacaqdır.